Mehman bəy, cin vasitəsilə insanlara cadu etmək mümkündür? Baxın, bəzi insanlar deyir ki, cin yoxdur. Halbuki, mən sizə demək istəyirəm ki, bəzi insanlar danışır ki, insanların gözünə cinlər görsənə bilməz və yaxud görsənə bilər, cinlər yoxdur, şayədir. Halbuki, mən hər zaman deyirəm ki, cinlər var. Cin vasitəsilə insanlara musallat olunma, sitir və kafir cinlər var. Və biz dəfələrlə bugünkü gündə cadu çıxardanda, məsələn, insanlar var ki, cin musallat olur, bizə yazırlar. Biz, məsələn, həmən insanlardan cinləri çıxardırıq. O cin musallatı da cadu nəticəsindədir. Bir insana bugünkü gündə cini necə musallat eləyirlər, bu xristiyan əməlindəndir. Bəzi insanlar var ki, gedirlər, məsəl üçün, xristiyan işləri gördürürlər və yaxud xristiyan bağlılıq elətdirirlər və yaxud xristiyan cadusu elətdirirlər. Çox görmüşük, çox müraciət ediblər və müraciət əsasında da köməklik eləmişik. Demək istəyirəm ki, cinləri insanlar görə bilməz. Cinləri yalnız 6-cı hissi güclü olan insanlar, baxıcılar görə bilər. Və cadu nəticəsində də insanın yolun bağlaya bilərlər, ruhsun bağlaya bilərlər. Musallat cinlərlə insanı yataq xəstəsi belə edə bilərlər. Bəzi insanlar deyir ki, Mehman bəy, qurd yağı haqqında danışım. Bəzi insanlar fikirləşir ki, qurd yağı canavarın gözüdür, və yaxud canavarın qulağıdır, və yaxud dişidir. Ay bacılar, ay analar, əsl qurd yağı ölmüş uşağın ətindən çəkilir. Başa düşürsünüz? Ayağından çəkilir. Bunun bəzi insanlar var ki, mən qurd yağı tapmışam. Bu qurd yağı belə bir şeydir ki, adi bugünkü gündə saldor yağında kiminsə qapına aparıb sürtsün, qorxar ki, bu cadudur. Onun duası oxunmasa, o qurd yağı sizə bata bilməz. Və demək istəyirəm ki, qurd yağı insanın ayağından düzəlmə bir yağdır. Bəzilər çıxır danışırıb, baxıcılar. Deyir, yox, canavarın dişidir, canavarın gözüdür. Halbuki bugünkü gündə qurd yağı nədir bilmirlər. Halbuki aparıb göstərsin, deyər ki, yox, bu qurd yağı deyil. Mənim deməyim odur ki, cadu ilə çox şey eləmək olar. Baxın, 99% demək olar ki, müğənnisindən tutmuş, imkanlısından tutmuş, hər bir insanın özünün faltısı var.